Bismillahirrahmanirrahim. Əzalı Məhərrəm ayının başlanması və İmam Hüseyn əleyhissalamın şəhadət günlərinin başlaması ilə əlaqədar bütün İslam ümmətinə, müsəlmanlara, mümin və müminələr təsliyyət ərz edirik. Və Allah Teala bütün İslam ümmətini qiyamətə qədər davam edəcək bu müqəddəs qafilədən, karvandan ayrı salmasın inşallah. Tarixdə belə qeyd olunur ki, Məhərrəm ayında, Məhərrəm ayının əvvəlində, birində səhərə yaxın İmam Hüseyn əleyhissalam qafiləsindəki olan gənclərə belə göstəriş verir ki, onlar tuluqlarını doldursunlar və sonraki mənzilə yola düşsünlər. O zaman İmam Hüseyn əleyhissalamdan istirca kəlməsini eşidilir. Yəni inna lillah və inna ileyhi raciun velhamdülillahi rabbil alamin. Allahdan gəlmişik, Allah'ınıq və ona qayıdarıq. Həmd olsun aləmlərin Rəbbinə. Bu kəlmələri eşidirlər. Və bu zaman İmam Hüseyn əleyhissalamın övladı Həzrəti Əli Əkbər əleyhissalam atasından soruşur ki, bu sözləri deməyinin səbəbi nədir ata? İmam Hüseyn əleyhissalam buyurur ki, mən bir yuxu gördüm. Xəfif bir yuxuya daldım və yuxuda gördüm ki, bir süvari gəlib və bu sözləri deyirdi ki, bu topluluq, bu karvan gecələr gedir və ölüm də bunların arxasıncadır. Və mən bu süvarinin sözündən belə başa düşdüm ki, bu karvan bizik və bizə ölümümüzün xəbəri verilir. Həzrət Əli Əkbər atasından soruşdu ki, Allah Teala pis bir hadisə qarşımıza çıxarmasın. Biz haqq deyilik. İmam Hüseyn əleyhissalam oğlu Həzrət Əli Əkbərin cavabında belə buyurur ki, əlbəttə Allah həmd olsun ki, biz haqq yoldayıq. Və sonra Əli Əkbər əleyhissalam belə buyurur atasına ki, əgər haqq yolundayıqsa, əgər haqq yolundayıq davam ediriksə, ölməkdən heç bir qorxumuz yoxdur. İmam Hüseyn əleyhissalam övladının bu sözünü eşitdikdən sonra Həzrət Əli Əkbər barəsində dua eləyir və buyurur ki, Allah Teala bir övlada atasının tərəfindən verəcəyi ən yaxşı mükafatla mükafatlandırsın səni. Bu Həzrət Əli Əkbər və İmam Hüseyn əleyhissalamın arasında olan bir yuxu ilə bağlı ata-balanın danışığı idi. Buradan bizim nəticə əldə etdiyimiz, ibrət götürəcəyimiz şey bundan ibarətdir ki, insan haqq yolunda olduğu zaman heç bir zaman ölümdən qorxusu olmaz. İnsan doğru yolda olduğu zaman heç bir zaman onu maraqlandırmaz, onu o qədər narahat etməz ki, mən nə qədər yaşayacağam, nə qədər ömür sürəcəyəm, necə öləcəyəm və nə vaxt öləcəyəm. Bu şeylər insanı narahat eləməz. Çünki haqq yolunda olan insan ölsə də, qalsa da, yenə də Allah Teala yanında üstün bir məqamı var. Əlbəttə ölüm, şəhadətlə ölüm daha ən şərəflisi hədisdə belə gəlir, belə qeyd olunur. İmam Hüseyn əleyhissalam bu məntəqədə digərlərinə də onu qoşulmağı təklif etmişdi. Onlardan biri Ubeydullah bin Hurd əl-Cufiyə də təklif eləmişdi. Amma Ubeydullah bin Hurd əl-Cufi İmam Hüseyn əleyhissalamın təklifini rədd eləmişdi və hətta demişdi ki, mənim bu atımı sənə verim onun müqabilində. Mən özüm ölümdən qaçıram. İstəyirəm bu atı sənə verim ki, bu at düşmənə çatmağa da yardım edir, düşməndən qaçmağa da yardım edir. İmam Hüseyn əleyhissalam buyurur ki, nə sənin atın mənə lazımdır, nə sənin hər hansı bir malın, mülkün lazım deyil. Və digərlərinə də bu məntəqədə həmin o təklifdən eləmişdi. Onlardan biri də
Əmr bin Qeys və onun əmsi oğluna da təklif eləmişdi. Əmr bin Qeys isə döyüşün yarısında ki, əvvəldən şərt qoymuşdu İmam Hüseyn əleyhissalamla ki, mən baxmayaraq ki, Əmr bin Qeys İmam Hüseyn əleyhissalamın karvanına qoşulur, amma şərtlə deyir ki, əgər görsəm ki, uduzursuz, bizim dildə desək, əgər görsəm ki, düşmən tərəf daha çox qalib gəlir, say baxımından, öldürmək baxımından, bu zaman mən gedəcəm. Bunu bu formada da eləyir. Yəni tarixdə belə qeyd olunur ki, Əmr bin Qeys döyüşə atılır, 2-3 nəfər öldürür, birini yaralayır. Bu formada döyüşür, amma o ki görür ki, İmam Hüseyn əleyhissalamın ətrafında daha heç kəs qalmır. Bu zaman İmam Hüseyn əleyhissalamı tərk eləyib gedir. Bu tarixdə belə qeyd olunur. Yəni İmam Hüseyn əleyhissalam övladı Həzrəti Əli Əkbərə öyrətdiyi budur ki, əgər haqq yoldasansa, əgər yolun doğrudursa, əgər istəyin doğrudursa, əgər hədəfin doğrudursa, heç şəxsin, bu hədəfdə, bu xəttdə olan şəxsin ölümdən qətiyyən qorxusu olmaz. Və bundan da əlavə İmam Hüseyn əleyhissalam bir övladı nə cür tərbiyə eləmək formasını öyrədir ki, İmam Hüseyn əleyhissalam Həzrəti Əli Əkbər o qədər tərbiyə eləmişdi ki, o həddə tərbiyə eləmişdi ki, Əli Əkbər deyir ki, ölümdə əgər haqq yoldayıqsa bizim ölümdən heç bir qorxumuz yoxdur. Halbuki atanın övlad üzərində bir neçə, övladın ata üzərində bir neçə haqqı var. Övladın ata üzərində bir neçə haqqı var. Onlardan biri buydu ki, onu evləndirsin, yaxşı ad qoysun, ona yaxşı sözlər öyrətsin. Baxmayaraq ki, bu sonuncu ikisi, birini dedim, bunlara çox da riayət olunmur. Və digəri isə yaxşı tərbiyə versin. Övladın ata boynunda, valideyn boynunda bir dənə haqqıdır ki, yaxşı tərbiyə versin. Yaxşı tərbiyə isə yaxşı geyimdən, keçimdən, yerişdən ibarət deyil. Eyni zamanda yaxşı tərbiyə doğru, düzgün düşüncə, təfəkkür, doğru mövqedə olmaq, doğru xəttdə olmaq, doğru yolda olmaq və doğru insanların olmaqdan ibarətdir. Doğruçulluq tək insanın müəyyən sözləri danışması deyil, onun düşünməsidir, təfəkkürüdür və o düşüncə təfəkküründə də sabit qədəm olmasıdır ki, valideyn övladına borcludur bu şeyləri eləmək. Belə deyil ki, eləməsə də olar, xeyr. İslam buyurur ki, övladın valideyn üzərində haqqıdır ki, valideyn övladına tərbiyəni versin. Və İmam Hüseyn əleyhissalamın bu övladı ilə olan danışığından bir çox ibrətlər var. Biz yorucu olmasın deyə bunlardan yalnız ikisini sizlərə ərz eləməklə kifayətlənirik. Allah Taala bizləri İmam Hüseyn əleyhissalamdan ayrı salmasın və İmam Hüseyn əleyhissalamın və əshabının, Kərbəla şəhidlərinin şifaətini həm bizlərdən, həm dünyasını dəyişən əzizlərimizdən və eləcə də vətən şəhidlərimizdən bir nəsib etməsin inşallah.